Salam aleykum əziz tələbələr və şagirdlər, xoş gördük sizləri. Bugün mən Telegram kanalımıza göndərdiyim Reading 2 hekayəni oxuyub sizlərə təqdim edəcəm. Bəziləriniz soruşursunuz ki, bu PDF-i necə hazırlayırsınız, bu mətnləri hardan tapırsınız? Əziz tələbələr, bu Dövlət İmtahan Mərkəzindən olan kitabdır. İnşallah bu kitabın şəklini Telegram kanalımızda sizlərə təqdim edəcəm, göndərəcəm kanalımıza. İstəsəniz alıb özünüz oxuya bilərsiniz. Yəni mən bu kitabdan qısa bir mətnləri, maraqlı mətnləri seçirəm və PDF formasına salıram və sizlərə oxuyub tərcümə edirəm. Və çox xahiş edirəm videonu axıra qədər dinləyin və videonu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. İnşallah gəlin bu qısa maraqlı mətni birlikdə oxuyaq, tərcümə edək. The Browns, Brown-gillər, yəni Brown ailəsi. Biz bilirik əziz tələbələr, artikel mövzusunda adam adları cəmlənmir, amma soyadlar cəmlənir. The Browns, çünki orada biz bütöv bir ailəni nəzərə tuturuq. Brown ailəsi, Brown-gillər. There are large and small families. Böyük və kiçik ailələr var. The Browns are not a very large family. Brown ailəsi, yəni Brownlar, çox böyük ailə deyil. There are 5 persons in their family. Onların ailəsində 5 nəfər var. They are Mr. Brown, Mrs. Brown, their son Bill and their two daughters Betty and Judy. Onlar Mr. kişilərdə istifadə olunur, Mrs. isə qadınlarda, xanımlarda istifadə olunur. Cənab Brown, Mrs. Brown, xanım Brown və onların oğlu Bill və 2 qızı Betty və Judy'dir. The Browns are from England. Brown-gillər, yəni Brown ailəsi İngiltərədəndir. They live in London. Onlar Londonda yaşayırlar. Mr. Brown is a teacher. Cənab Brown müəllimdir. Mrs. Brown is Mr. Brown's wife. Xanım Brown cənab Brown'un həyat yoldaşıdır. She doesn't work. O işləmir. Keçmiş zamanda olacaq əziz tələbələr, she didn't work. O işləmədi. Bill is 9 and his sisters are 8 and 7. Bill'in 9 yaşı var və onun bacılarının isə 8 və 7 yaşı var. All of them are students. Onların hamısı tələbədirlər, yəni şagirddirlər. They have got a grandfather and a grandmother. Onların nənəsi və babası var. Babası və nənəsi var. Their grandparents live in the country. Belə deyək, onların belə deyək, nənə və babaları, grandparents, nənə və babaları kənddə yaşayırlar. Country həm ölkə deməkdir, həm kənd. The children also have got an uncle, but they haven't got an aunt or cousins. Uşaqların həmçinin, also to ilə sinonimdir. Uşaqların həmçinin uncle, belə deyək, dayısı, əmisi, uncle, əmi dayı deməkdir. Əmisi və yaxud da dayısı var, ancaq onların xalası, aunt xala deməkdir. Cousin, əmi oğlu, bacı qızı demək, xala qızı deməkdir. Onların əmisi oğlu və yaxud da xalası qızı yoxdur. The Browns are a very friendly family. Brown ailəsi, yəni Brown-gillər çox mehriban ailədirlər. Burada əziz tələbələr, bilmədiyimiz sözlər nə ola bilər? Large, böyük, geniş, small, balaca. 5 rəqəmdir. Very, çox. Very'dən sonra artikel işlətmək olmaz, amma əvvəldə işlətmək olar. Bunda quantifiers, kəmiyyət bildirən qaydada inşallah keçəcəyik. Sonra their, onların yeğlik əvəzliyidir. Daughter, qız, nəvə. England, İngiltərə, from-dan şəkilçidir. From Azerbaijan, from England. Live, yaşamaq feildir. Teacher, müəllim, müəllimə. Wife, arvad, zövcə, həyat yoldaşı. Work, işləmək, it is a verb, feildir. Student, tələbə, şagird. All, bütün, hamısı. Grandfather, baba. Grandmother, nənə.
Live yaşamaq yenə. Country ölkə, kənd. Uncle əmi, dayı. Aunt xala, bibi. Friendly mehriban. Görürsüz yenə. Ailə sayıla bilən isim olduğu üçün veridən əvvəl artikel istifadə olunub. Belə əziz tələbələr, indi keçək altdakı suallara, bu mətnə. Bu mətn haqqında sizə qısa belə deyim, suallar vermişəm. Underline the correct title. Düzgün başlığı seçin. Yəni passage mətnimiz nə haqqındaydı? Ölkə haqqında, xeyir. Bilin xalaları, bibiləri haqqında, xeyir. Əlbəttə ki, C variantı. The Browns, Brown gillər, yəni Brown ailəsindən söhbət gedirdi. Betty və Judy, yəni bu da yox. İkinci tapşırıqda answer the question, suala cavab ver. What does Mr. Brown do? Cənab Brown peşəsi nə idi? Dentist, diş həkimi idi, xeyir. Tələbə idi, xeyir. Artist, rəssam idi, xeyir. B variantı, he is a teacher, o müəllimədir. Üçüncü tapşırıqda complete the sentence, cümləni tamamla. Judy is Mr. Brown's daughter. Judy xanım Brown'un qızıdır. She is Billy. Judy Billy'nin nə idi? Əlbəttə ki, bacısı, sister, D variantı. Belə əziz tələbələr, qısa, çox az 3 dənə sual vermişdim burada. Belə. Yəni, belə mətnlərin, maraqlı və qısa mətnlərin sıfırdan öyrənmək istəyən tələbələr üçün belə qısa mətnlərin, maraqlı mətnlərin daha çox gəlməsini istəyirsinizsə, xahiş edirəm fikrinizi bizimlə komment bölməsində, bizə komment bölməsində bildirməyi unutmayın. Belə, inşallah növbəti videoda görüşmək ümidi ilə. Əssəlamu aleykum.